Gicitkənin tərkibi Mendeleyev cədvəlidir. Tərkibində demək olar ki, bütün vitamin və minerallar var. Təzə halda istifadə edilərsə, qurusundan daha çox xeyirlidir. Yazın başlanğıcında İnsan orqanizmi qışdan çıxanda bədəndə vitamin mineral əskikliyi əmələ gəlir. Bu əskiklik özünü uşaqlarda daha çox büruzə verir. Əlinizə rezin əlcək geyinib gicitkəni dərin suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun. Üstünə su əlavə edib blenderlə qarışdırın. Təzə gicitkən şirəniz hazırdır. Təzə yığılmış yarpaqları yuyub şirə çəkəndən keçirmək də olar. Bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə yeməkdən əvvəl 1 stəkan için. Bədəndə çatmayan bütün vitamin və mineralların yerini dolduracaq. Əsasən də dəmirlə zəngindir. Anemiyalı xəstələr üçün çox faydalıdır. Təzə gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərini təravətləndirir, immuniteti artırır. Bundan başqa, təzə gicitkəndə çoxlu K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Təzə gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna və ya hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Təzə gicitkən ət çəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podagrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Bunu eksema və dəmirovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir. Təzə gicitkən şirəsini 10 gün içdikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında, xoşxassəli şişlərində da çay kimi dəmlənib içilir. Gicitkən kökləri prostat hiperplaziyasında, böyüməsində 3 çay qaşığı 3 stəkan suda 3-4 dəqiqə qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.